benim ərizəmi göndermişim, telegram vurmuşum. İstəyirsən gösterdim telegrammalarını. Ben indi bakacağım, təcili bakacağım. Vermişim, oradan bir insan benim köməyimə gelmir. Bütün şəhid analarının adından deyirəm. Neye kestiler? Bu verin produktları da produktları. Niye? Dersen gebde mesela arada yaşıyorsun. Burada yaşamırsan produktu verek. Yok kesin ben ne diyebilirim onu. Kesin ben de 5 nefer burada yaşıyorum. Gel buraya görün kızım. Burada neçə nəfər yaşarsınız? 8 nefer, 8. Bunlar kimlerdi? Babamda, babamın kardeşi. Təminatınız nətərdi? Düzünü deyin. Belə davam edir. Düzünü deyin. Sen bir yerdə Təminata təşkil qalanda edirsən. heç işləmirik. Bacım xəstədir, heç onu da dolandıra bilmirik. Hansı vəsaitlə yaşayırsınız? 3 lira 7 Məhəmməd yardım. 7 Məhəmməd ailə başına yardımdır. Ailə başına. Bəli. Sonra? Ailə. Ailə təhsili mühasibəm özüm qısaçı mühasibəm. Bir yerdə məhsul eləyirsən? Xeyr, heç bir yer iş yoxdur. Heç bir yerdə iş yoxdur. Uşaq rak xəstəliyi tutub Bakıya aparmışam, heç bir müalicəsi yoxdur. Bu Uşaq xəstədir. belə Bilirəm çətindir, ağırdır və bilin mən bundan sonra lazımi tədbirlər görəcəyim. sağ olun, çox sağ olun. Çox sağ olun. Necə bir şəhid anası kimi. Balam itirmişəm. Vətənim al ver, balamın da üstün götür. Peyğəmbərdə basırılıb. Qurban olsun. Bilirəm ki, vəziyyətiniz çətindir. Çox əziyyətlərə dözürsünüz. Ancaq biz də çalışırıq ki, bu sizin yerlər işğalçı, erməni işğalçılarından azad olsun. Siz öz yerlərinizə qayıdırsınız. Yaşa, oğlandı, qızdı. Qızdı. Qəşəng qızdı, çox qəşəng qızdı. Sizin adınızı hamı pisə çəkir və ayıbınıza gəlmir, utanmırsınız. Yoldaş Əliyev. Əşi, utanmırsın, nə yoldaş Əliyev? Mən sizə eşitmək istəmirəm. İnsafınız yox, namusunuz yox, qeyrətiniz yox. Füzuli necə hakim görməmişik, Cəbrayıl necə hakim görməmişik. Utanmırsınız, ayıbınıza gəlmir. Əşi, ayıbına gəlmirsən, utanmırsan. Ne meseledir bilir Əşi, nə məsələ? Ne lazım hamsi olunur. Ha, nə məsələ bunlar sənin üzün görmürlər? Niyə bu kişinin adını hamı çəkir, sənin üzün görmürlər?